istəyirəm sözü ünvanlayıb komanda saytın redaktoru Natiq Muxralıya, hansı ki artıq statistik olaraq sorğunun nəticələrini elan edəcək. Hörmətli qonaqlar, əziz həmkarlar, hər birinizə təşəkkür edirəm bugünkü tədbirdə iştirak etdiyinizə görə. Hatırladım ki, komanda saytının bu sorğusu 7-ci dəfə keçirilir. 5 dəfə bu sorğunu komanda qəzeti keçirir və komanda qəzetinin mənəvi varisi olan komanda saytı isə 2-ci dəfə bu sorğunu keçirilir. Əvvəlki 6 sorğumuzda 5-ində Qurban Qurbanov qalib gəlmişdi, birində isə Böcəli Hacıyev qalib gəlmişdi və statistik göstərilərə keçməmişdən əvvəl onunla vurğulayım ki, bu sorğuların nəticəsindən sonra bizə bir məsələ məlum oldu ki, Azərbaycanın idman ictimaiyyəti, daha doğrusu jurnalistlərimiz, əsasən sorğuda səs verərkən Azərbaycan çempionatının nəticələrini yox, daha çox Avropa kuboklardakı uğurlarımızı əsas götürürlər. Çünki bundan əvvəlki sorğularda Qurban Qurbanovun rəhbərlik etdiyi Qarabağın əvvəlki 5 sorğuda Avropa kuboklarda uğurlu çıxış etməsi və Böcəli Hacıyevin rəhbərliyi altında Neçinin Avroliqanın qrupuna düşməsi o sorğuda həlledici məqam olmuşdur. Bu il iki komandamız birdən-birə Avroliqanın qrup mərhələsində iştirak etdiyi üçün və bu sorğu əvvəlki sorğulara nisbətən bir-birinə rəqabətli keçdi. Yəni artıq burada potensial iki namizəd var idi qalib gəlməyə. Qəbələnin baş məşqçisi Roman Qriqorçuk və Qarabağın baş məşqçisi Qurban Qurbanov. Amma sözsüz ki, hər iki komanda Avroliqanın qrup mərhələsində oynadığına görə jurnalistlərimiz səs verərkən məcbur olub Azərbaycan çempionatındakı nəticələri və Azərbaycan kubokundakı nəticələri də ön plana çəkdilər və bundan əvvəlki sorğumuzda 51-54 jurnalist iştirak eləmişdi, 51 mətbuat orqanından. Amma bu illəri 74 mətbuat orqanından 80 jurnalist sorğuda iştirak edir. Yəni Azərbaycanın bütün sferadan olan mətbuat orqanlarında bu sorğuda biz əhatə eləməyi çalışmışıq. Təbii ki, ola bilsin ki, hansısa mətbuat orqanları yaddan çıxıb qalıb, amma biz çalışacaq ki, növbəti sorğularda bunu daha da genişləndirək. Və ənənəvi olaraq sorğunu 6 sferaya böldük biz. Bunu niyə elədik? Çünki seçkinin sorğunun daha obyektiv və ədalətli olmasını təmin etmək üçün. İctimai-siyasi saytlar, ictimai-siyasi qəzetlər, ictimai-siyasi idman qəzetləri, idman saytları, televiziyalar və komanda saytının özünün daxili sorğusu 6 sferaya bölündü və maraqlı bir məqam ortaya çıxdı. Ayrı-ayrı tutaq götürdükdə bütün 6 sferanın 6'sını da Qurban Qurbanov qalib gəldi. 20 ictimai-siyasi qəzet saytdan 14'ü Qurban Qurbanova, 4'ü Roman Qriqorçuka, 2'si Zaur Suvanadzeyə səs verdi. 10 ictimai-siyasi qəzetdən 6'sı Qurban Qurbanova, 3'ü Roman Qriqorçuka, biri isə Robert Krasneskiyə səs verdi. 9 televiziya kanalından 5'i Qurban Qurbanova, 3'ü Roman Qriqorçuka, biri isə Krasneskiyə səs verdi. 28 idman saytından 13'ü Qurban Qurbanova, 12'si Roman Qriqorçuka, 2'si Krasneskiyə, biri isə Zaur Suvanadzeyə səs verdi. 6 idman qəzetindən 5'i Qurban Qurbanov qalib hesab elədi, biri isə Roman Qriqorçuka səs verdi. Komanda AS saytının əməkdaşlarının arasında 7 əməkdaşdan 6'sı Qurban Qurbanova, biri isə Qriqorçuka səs verdi. Yəni bu sorğu ayrı-ayrılıqda götürdüksə də Qurban Qurbanov bütün sferlərdə qalibdir. Ümumi nəticədə də Qurban Qurbanov qalibdir. Bu da sorğunun nə qədər ədalətli və obyektiv keçirildiyinin bariz nümunəsidir. Mən qısa sorğu nəticələri sizə açıqladım. Bir daha bu sorğuda iştirak edilmiş bütün mətbuat orqanlarına, bütün həmkarlarıma öz təşəkkürümü bildirirəm və dəfələrlə vurğulamışam, növbəti dəfələrdə vurğulayıram. Azərbaycan idman mediasında, Azərbaycan futbol sferasında ən obyektiv sorğunu, ən obyektiv münasibəti bildirən elə jurnalistlərimizdir. Eşq olsun sizlərə. Teşekkür ederim Natiq bəy. Əziz dostlar, doğrudan da yəni jurnalistlərimizin həmrəyliyi, jurnalistlərimizin birgə iştirak etdiyi sorğular və sair yarışları görmək çox sevindiricidir. Və özellikle mən bir şey qeyd etmək istədim. Natiq bəy çox düzgün vuruladı. Artıq bu nəticədən sonra Qurban Qurbanov sorğunun 6 qat qalib olacaq birlər nəzərə alsa. Və mən bir şey qeyd etmək istədim öz adından. Qurban bəy həm də məncə medianın dostudur. Yəni bunu
burada olduğu üçün demirəm. Çünki iş baxımından və s. iş çox olsa və s. məşq çox olsa, nə olsa belə daim mətbuata vaxt ayırmağa imkan tapmaq mümkün olur. Nəyə görə Qurban Qurbanov, əziz dostlar, əziz qonaqlar? Bu sualın cavabı ekranda indi nümayiş olunacaq videoda öz əksini tapıb. İl ərzində qazanılan Azərbaycan şampiyonluğu, Azərbaycan kuboku, hazırki çempionatda liderlik, qrup mərhələsi aracılıq ikinci vəzifəsi qazanmaq, 4 xal və ən əsası son oyuna qədər play-off'a Avroligada çıxmaq şansını saxlamaq. Rica edirəm, diqqət ekran. Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Müharibə nəticəsində minlərlə insan həlak olur. Buna görə Qarabağ klubu məcburi mübarizələrlə məsullaşır. Son illərdəki nəticələrə görə Qarabağ Azərbaycanın qürur mənbəyidir. Bu sözləri Azərbaycan deyil, İngiltərə mediasını oxumaq xüsusilə zövq verir. Ağdamın Qarabağ klubu son illər qazandığı nəticələrlə Avropa, eləcə dünyanın aparıcı nəşrlərinin diqqətini cəlb edir. Qarabağın uğurlarının memarı isə sözsüz ki, baş məşqçi Qurban Qurbanovdur. 5 il ölkənin ən güclü futbol məşqçisi seçilən Qurban bəy növbəti dəfə sorğunun qalibi oldu. Qarabağ 2015-ci ildə Azərbaycan şempionatında rəqib tanımadı. Bütün görüşlərdə rəqiblərdən daha yaxşı oyun nümayiş edən Ağdam təmsilçisi ardıcıl ikinci dəfə ölkənin ən güclü komandası seçildi. Şampiyonluğun ardınca Qarabağ Azərbaycan kubokunu başı üzərində qaldırdı. Hər iki cəbhədə sona qədər mübarizə aparan Qurban Qurbanovun yetirmələri mövsümü qızıl duyla başa vurdu. Azərbaycan tarixində ilk Qarabağ ardıcıl ikinci dəfə Avropa Liqası qrup mərhələsinə vəsəyə qazandı. Play-off'da Yank Boyuzu Bakıya gəlməyə peşman edən futbolcularımız layiqli qələbəyi sevdi. Almeyda ayaqlar itibarət qələblər. Güç nəticəsində ölüm qurdan düşən Qarabağ qeyri çəkilmədi. Adını salı rəqiblərlə Tottenham, Monaco və Anderlecht kimi böyük tarixə malik klublarla layiqli mübarizə apardı. Anderlecht'i Bakıda məğlubiyyətə uğratdı. Son tur ərəfəsində qrupdan çıxmaq şansını saxlayan Qarabağ, qrupdakı oyunların hamısında ölkənin idman şərəfini layiqincə qorudu. Azərbaycan şampiyonluğu, ölkə kuboku, Avroliqanın qrup mərhələsində mübarizə və üstəlik cari çempionatda liderlik. Qurban Qurbanovun baş məşqçisi olduğu Qarabağ Azərbaycan keçən məğlub psixologiyasını unutturdu, onları yenidən stadiona qaytardı. İndi hamı istənilən rəqiblə maçda Qurban bəyin komandasından qələbə gözləyir. Dəmir intizam, stabil oyun və ən əsası ardıcıl uğurlar Qarabağın və baş məşqçi Qurban Qurbanovu milyonların semblisinə çevirdi. Əziz dostlar, istərdim həmkarlarımıza soruşarəm ikinci çıxış etmək istəyirsə, Amal bəy, rica edəcəm, Amal Abuşov, dəyərli həmkarımız, onu təqdim etmirəm, hansısa məhdud oran, çünki onun yazıları müxtəlif saytlarda, qəzetlərdə görüb, buyursun Amal Abuşov. Sujeti diqqətlə izlədim, Sənan bəy, sizin səsinizdə və bir cümlə diqqətimi çəkdi, xüsusilə ki, Qurban Qurbanov Azərbaycanlı azərkeşlərə məğlub psixologiyasını unutturdu. Çünki o sözü qüvvətləndirmək üçün bir şey də əlavə edeyim ki, Qurban Qurbanov Azərbaycanlıdan futbolcu çıxmaz, Azərbaycandan məşqçi çıxmaz sözünü də bütünlüklə darmadağın eləmiş adamdır. Bəlkə də 2-3 adamdan biridir ki,
sübut edib ki, Azərbaycanlıdan futbolçu da olar, futbol məşqçisi də olar və illərdir ki, biz bütün bu məqamların şahidiyik. Ta ki, futbolçuluq dövründən mən dəfələrlə bunu xatırlamışam, Qurban Qurbanovun Fakiye'də oynayanda bir qayıtsız zərbəsinə vurduğu qol var idi. Həmin o qolun şəklini mən indiyə kimi evdə saxlayıram ki, yəni bir insan, bir Azərbaycanlının o Rusiya çempionatında vurduğu qol və Rusiya mətbuatının özündən danışmağa məcbur eləməsi bizi necə fəxr hisslərinə bürümüşdür. İkinci bir məqam Serbiyanın unudulmaz oyunda Qurban Qurbanovun o vurduğu 2 qol və o inanılmaz bir hisslər idi və bu günləri haqlı olaraq Qurban Qurbanov bir məşqçi kimi öz haqqını almaqdadır və həmkarlarıma da təşəkkür edirəm ki, bu haqqı Qurban Qurbanova veriblər, bu zirvəyə onu ucaldıblar. Təsadüf elə gətirmişdi ki, sorğunun axırıncı günü səslər hesablananda mən komandanın redaksiyasındaydım və görürdüm ki, Natiq bəy, Rəşad bəy, Elnur necə həyəcanla əziyyət çəkirlər, o səsləri hesablayırlar, bir-iki nəfəri də tapmamışlar, axtarırlar ki, əlavə yaratsınlar, mövqü öyrətsinlər və bu da ondan irəli gəlir ki, sona qədər o sorğuda obyektivliyi qorumaqla, hər kəsin mövqeyini öyrənməklə bu onu göstərdi ki, bizim həmkarlarımız Qurban Qurbanova rəqib görmədilər və haqlı da olaraq görmədilər. Qurban bəy, bir daha sizi təbrik edirəm. İnanıram ki, bütün bu fəxri adlar sizi üçün, yəni kifayət qədər təvazökar bir insansınız və sizi üçün tavan deyil. Sizdən Azərbaycan xalqı daha böyük uğurlar gözləyir və inşallah Çempionlar Liqasının qrup mərhələsində komanda meydana çıxarmaq gözləyir. Tez-tez bizimlə bu cümlə üzərində mübahisə edənlər tapılır ki, biz yazanda Qurban Qurbanın yetirmələri mübahisə edirlər ki, bu futbolçular Qurban Qurbanı yetirməyib. Yetirmək güyəki uşaq məşqçilərində olur, amma məhz Qarabağın futbolçuları bugün o Qurban Qurbanın yetirmələridir. Qarabağın uğurları Qurban Qurbanovun məhsuludur və inşallah ki, onu da arzulayırıq ki, yəni o günü görəcəyimizi də əminik. Çempionlar Liqasının qrup mərhələsinə birgə gedək, o sevinci birgə yaşayaq Qurban bəy. Və onda sizi daha böyük ürəklə təbrik edəcəyik, daha böyük fəxrindən sizin adınızı bir dəfəlik Azərbaycan futbolunun tarixinə yazacaq. Teşekkür ederim Amal və əziz dostlar, istərdim indi sözüm alayım Komanda Az saytının baş redaktoru Rəşad Beygünə. Onun da mən bilən deyəcək sözləri var, sonra isə mərasimin ən maraqlı və xüsusi bir məqamına başlayışıq. Hamınızı salamlayıram, xoş gəlmişsiniz. Məndən əvvəl danışdım, artıq səs verməklə bağlı daha məncə təfərrüatlı varmağa ehtiyac yoxdur. Yəni mən buradan Azərbaycan mətbuatına təşəkkürümü bildirəm, minnətdarlığımı bildirəm və oradan yəni artıq neçə ildir ki, bizlə bir yerdə ilinmək üçün seçirlər və yəni obyektivdə heç bir şübhə ola bilməz. Və çalışmışıq ki, biz həmişə çalışmışıq, hər mətbuat orqanından bir nəfərin yəni mövqeyini öyrənək və bayaq Amal qeydələr, doğrudan yəni bəzən elə olur ki, hətta mən buradan bir şey dedim ki, Facebookda status yazmağa məcbur oldum ki, yəni bizim o zəng vuranda ya sorğulayan şeyləndə biraz vaxtında cavab verin. Yəni çalışırdıq ki, vaxtında bitirək, çalışırdıq, obyektiv yəni sorğu olsun. Ümumiyyətlə, yəni şübhə eləmirəm, yəni siz də şübhə eləmirsiniz, yəni sorğunun obyektivliyindən. Qurban bəy, sizi təbrik edirəm. Artıq neçənci dəfədir ki, bizim sorğumuzda qalib gəlirsiniz və haqq olunmuş bu qalibiyyətdir. Yəni tək ki sizə bir rəqib olsun Azərbaycan futbolunda, tək ki başqa bir məqsəd Çempionlar Liqasının qrupuna vəzifə qazansın, biz onu təbrik edirik, onu illik məqsəd seçək. Amma yenə də hər halda bu son illərə baxaraq deyim ki, gözləntilərimiz hələ ki sizdəndir. Yəni bu yükü almışsa artıq timinizə və bütün Azərbaycan futbol hizməti sizdən gözləyir, daha böyük uğurlar gözləyir. Çempionlar Liqasına vəzifə gözləyir. İnşallah bu da olur. Təşəkkür ederim. Hər kəs bir daha təşəkkür ederim. Sonra da işləklərinizə görə, həm də əvvəlinizi qəbul buraya gəldiyinizə görə bir daha təşəkkür ederim. Teşekkür ederim. Bu jurnalistler çok maraqlıdır. Yani böyle hamımız teşekkür edirik ondan doğru seçim ama bir kere sonra netice değil komanda. Mesela Reşat Bey xahiş edirəm gedinəsiz və bir daha təbirlərə qoşulur, nəticələr göz qabağındadır. Yəni artıq sizə ehtiyac yoxdur və mən sizlərin almışına dəvət edirəm. 2015-ci ilin ən yaxşı məşqçisi Qurban Qurbanova. Rica edəcəyim bir qədər nümayiş edilir ki, kameralar çox fotoyucu. Məqsədin ən yaxşı məşqçisi məsələdən Kubok və indi bir qədər sonra Reşad Bey sertifikatı təqdim edəcək. Mükafatın sertifikatını. Rica edəcəyim foto üçün, kamera üçün bir qədər.
ən yaxşı məşqçi Qurban Qurbanov.